لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sual verən şəxs deyir, bizə pornoqrafik şəkillərə və filmlərə baxmaq bəlasına düçar olmağımızla bağlı nəsihətiniz nədir? Allahım, ey Rəbbim, ey əbədi, yaşayan Əl-Həy, ey hər şeyin varlığını qoruyub saxlayan Əl-Qayyum, ey göyləri və yeri bənzərsiz şəkildə yaradan, ey Allahım, onun qəlbinə şəfa ver, ey aləmlərin Rəbbi. Allahım, onu bu bəladan uzaqlaşdır, ey aləmlərin Rəbbi. Özümə və qardaşlarıma nəsihətim budur ki, gözün Allahın bir neməti olduğunu bilək. Allahın bizə verdiyi ən böyük nemətlərdən biri də hər saniyə təkrarlanan bu göz nemətidir. Odur ki, biz bu gözü Allaha itaətdə istifadə etməliyik. Onu Allaha asilikdə istifadə etməməliyik. Həmçinin bilməliyik ki, kim Allahın nemətlərini onun haram etdiyi günahlarda istifadə edərsə, həmin nemət qalsa belə, onun bir nemət olmaq xüsusiyyətini itirməsi an məsələsidir. İkinci məsələ isə, özümüzə xatırlatmalıyıq ki, biz bu gözə görə sorğu-sual olunacağıq. Allah Sübhanu və Teala'nın hüzurunda duracağını xatırla. Otağında tək oturduğunda, yanında heç kim olmadığında və sən ora baxdığında xatırla ki, sən Allahın hüzurunda duracaqsan. O səndən bu gözün və baxdığın o görüntülər barəsində soruşaq. Sizin elə biriniz yoxdur ki, Rəbbi onunla arada bir tərcüməçi olmadan danışmasın. İnsan sağ tərəfinə baxar və dünyada ikən etdiyi əməllərdən başqa bir şey görməz. Sol tərəfinə baxar və yenə etdiyi əməllərdən başqa bir şey görməz. Qarşı tərəfinə baxar və üzbəüz yalnız atəşi, cəhənnəmi görər. İnsan, bax, bunu xatırlamalıdır. Üçüncü məsələ isə, Allahın onunla bərabər olduğunu xatırlamasıdır. Allahın onu gördüyünü, onu eşitdiyini və ondan agah olduğunu bilməsidir. Çünki Allah öz eşitməsi, görməsi və elmi ilə onunla bərabərdir. Tək qaldığında və bu filmlərə, bu çirkinliklərə baxdığında xatırla ki, Allah hazırda səni görür və Allah sənin nə halda olduğunu bilir. Mən tək qaldım demə, əksinə, nəfsinə xatırlat ki, Allah səni görür. Zikr olunur ki, keçmiş salihlərdən, sələflərdən biri öz tələbələrindən birini digərlərindən üstün tuturdu. Digər tələbələr bu barədə onunla danışdıqda, o bu tələbəni nəyə görə fərqləndirdiyini onlara göstərmək istədi. Beləcə, onların hər birinə bir quş verdi və dedi, bunu elə bir yerdə kəsin ki, sizi heç kim görməsin. Tələbələr getdilər və növbəti gün geri qayıtdılar. Həmin o tələbədən başqa, onların hər biri öz quşunu kəsmişdi. Şeyx soruşdu, ey filan kəs, sən nə etdin? O dedi, bura getdim, ora getdim, o biri tərəfə getdim. Şeyx soruşdu, yaxşı, ey filan kəs, sən niyə mənim əmrimi yerinə yetirmədin? Tələbə cavab verdi, haraya getdimsə, Allahın məni gördüyünü bildim. Heç kimin məni görməyəcəyi bir yer tapa bilmədim. Şeyx dedi, bax, buna görə mən onu çox sevirəm. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız, ondan ən çox qorxanınızdır. Biz bunu xatırlamalıyıq ki, Uca Allah bizi görür. Sonra isə, ey qardaşım, zaman sürətlə axıb gedir. İtaət də keçir, asilik də. Allaha and olsun ki, zaman nə bir itaət edənin, nə də bir asilik edənin qarşısında dayanmır. Nəfsinə xatırlat ki, əgər sən bu bir neçə dəqiqə ərzində səbr etsən, o zaman günahsız ötüb keçəcək. Yox, əgər bu günahı etsən, o zaman günahla birlikdə keçib gedəcək. Lakin sənə qəlbində bir fəsad buraxacaq, həyatını sənin üçün daraldacaq, sənə bədbəxtlik gətirəcək və bəlkə də buna görə sən nemətdən məhrum olacaqsan. Nəfsinə bax, bunları xatırlat. Daha sonra xatırla ki, gözün sənin əleyhinə şahidlik edəcək. Allah Sübhanahu və Teala'nın huzurunda gözün nəyi görübsə, onunla bağlı sənin əleyhinə şahidlik edəcək. Elə isə Allah Sübhanahu və Teala'dan qorx, Allahın şianını qəlbində uca tut. Əgər sən bunu etsən, Allahın köməyi və qüvvəti ilə İblisə qalib gələcəksən. Bununla bərabər, sənə çoxlu dua etməyi tövsiyə edirəm. Ey qardaşlar, kim bir günah bəlasına düçar olubsa, gecənin son rübündə Allahın hüzurunda acizliyini etiraf edərək yalvarsın. Ey Rəbbim, mənə rəhm et. Ey Rəbbim, sən mənim halımı ən yaxşı bilənsən. Ey Rəbbim, mən bu günahla imtihan olunmuşam, mənə kömək et. Allahım, bu günahı mənim gözümdə çirkin et, məni ondan iyrəndir. Allahım,
mənimlə günahlarımın arasını, məşriqlə məğribin arasını uzaqlaşdırdığın kimi uzaqlaşdır. Allahın qarşısında belə boyun əymək və səmimi qəlbdən ona sığınmaq insanın halının düzəlməsi üçün ən böyük vəsilələrdəndir. Odur ki, ey qardaşım, sənin bu sualı verməyin səndə bir xeyir olduğuna dəlalət edir. Bu o deməkdir ki, sən xeyir istəyirsən və bu bəladan qurtulmaq istəyirsən. Gecə namazı qıl, çünki gecə edilən duaların oxları hədəfdən yayınmaz. Səcdədəykən Allahın hüzurunda acizliyini göstərərək fəğan et. Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim, məni bu bəladan qurtar. Ey Rəbbim, məndə ona qarşı nifrət oyat. Ey Rəbbim, məndə ona qarşı ikrah hissi oyat. Ey Rəbbim, mənimlə onun arasını, məşriqlə məğribin arasını uzaqlaşdırdığın kimi uzaqlaşdır. Vallahi, Allah duaları eşidəndir, qəbul edəndir. O bəndələrinə çox yaxındır. Səmimi olan kəsi naümid geri çevirməz və o, səmimi olan bəndəsinin duasını boş geri çevirməkdən həya edər. Ona görə də yalnız və yalnız Allaha sığının, Allaha pənah aparın. Doğrusunu Allah Teala bilir.